2026-cı ilin yanvar ayından etibarən 70 yaş və yuxarı şəxslərin pensiyası 45 lari artırılaraq 495 lari olacaq. Həmin kateqoriyaya aid olan dağlıq ərazilərdə yaşayan pensiyaçılar isə demək olar ki 594 lari alacaqlar. 70 yaşınadək olan şəxslərin pensiyası isə 20 lari artırılaraq 370 lari olacaq. Dağlıq ərazilərdə isə bu məbləğ 444 lari təşkil edəcək. Ay kızım 45 lira olsun ne puldu? O puldu ki. Bir ev kirası bu da 700 liraydı, 500 liraydı bir göz otaq. Onu deyirsiniz artırımdı. Özləri göre bu pulla dolanabilir mi? O provinsiyada oturan göre bu pulla dolanabilir. Gelsin bir de bazara gitsin, onda görək. Görəcək onu. Marniuni sakinlərinin sözlərinə görə aldıqları pensiya gündəlik ehtiyaclarını qarşılamaq üçün yetərli deyil və onlar istifadə etdikləri dərmanların xərcini belə ödəyə bilmirlər. Dərman da vermirlər bizə köməklik. Bir neçə dəfə sənədlər aparmışam, deyir ki, sən kulağı almırsan sağ olmaz. Kulağı da vermirlər. Kulağı nədir kömək pomoş alına. Deyir sizə palozundur. Kimə palozundur ora verirlər, bizə yox. Elə baxdım 350 lari pensiya verir, elə baxdım mən 500 lari bir dəfə ödəmişəm polisiya. Tərz ismişdirik. Çatmaz. Doğrudan çatmaz. İndi əgər düzgün istədiyimiz qədər xərcləsək o çatmaz. Qıta xərcləyəndə qalxır. Harada görür, xəstədən var. Ha, görmür. Dərmandır, buradıqıdır, alamıydı. Pensiya nə görəcək? Pensiya heç bir dərmanımızı görmür. 45-50 lari vermişlər. Onun 5 larisini niyə kəsirlər? Niyə? Nəyə görə? 5 lari niyə kəsirlər? 5 lari nə o 5 lari kəsirlər onlar? Veriləmir. Nə dərman başa gedir. Düşənlərdə produkt. Hər bir şey bahadır. O 45 liraya ne alır? Pazara gelirsen 45 liraya bir şey alabilir, getirebilirsin. Aldığım maaş pensiyada andolsun Allah'a mənim dərmanlarıma getmir. Ama bunun bir 5 milyar edeyim yatırım yani. Dərman almaq da yox. O da ama belki de ellemir. Aldığınız pensiya sizi qane edirmi, xərclərinizi qarşılayırmı? Yox ay kızım. Bak tutaq ki pensiya bak bu saat mən 450 lari alıram kızım. İndi sən təsəvvür et ki, bizim dərməmiz nə tutur? Şəkər xəstəliyi var, tromb var, davleniya var. İndi gedəcəm sabah. Hansı da analiz bahadır, pensiyadan sonra onu pulla edirlər. Amma axmaq pulsuz. Əsas qadın bizə indi tromb yoxlamaq lazımdır. Tromb bizə platnidir. Da o səmaya nə skit girəm, avara-varandan isimala. Da qoyurlar ki, biz pensionerlərə eləyirik. Nə dərimizə çatır, nə də heç bir şey. Nəyə çatır qızım? Bazar axtarı sən ən ucuz şey ki, bir tər tapasan. Belə vəziyyətdəyik. Yəni, nə xəstəliyənəsən, nə xeyrə gedəsən, nə şərə gedəsən, heç bir şey pul töymür, heç yerə çıxmayasan. Yox, heç şey ödəmir, heç. Xəstə adamı, yan işığa, qaza, suya, gerdə qalan da iğniyə, dərmənə veririk. Ödəmir. İndi eşitdiyimə görə deyir 45 lari 70-dən yuxarıya qalxır, 20 lari da o biri 70-dən aşağıya. Yəni, indi görək. Yəni, gənə qane eləmir. Mən MVD işçisi olmuşam, MVD işçisi. Yəni, mənim hələ o yaşıma çatmır, amma alırım pensiya. Polisdə 25 il işlədiyimə görə. Hər şeyə, dərmənə, davriyə, uşağa bahalıqdır, heç nə də görmür. Hə, görür, qarşılayır. Yaxşıdır, yaxşı. Yox, ödəmir. Hər şey bahadır ona görə. Dərmanlardan istifadə edirəm. Həm şəkər dərmanı, həm davleni dərmanı istifadə edirəm. Zopdan ötürü eləyirəm. Heç olmasa mən alıram 350, heç olmasa 500 olsa yaxşı olardı. Ay qızım, vallah mən 2 dənə yetim saxlayıram, şəhiddir atası. İndi o pensiya, nə bilim, onlara indi özünüz bilin, o pensiya ilə mən nə edə bilərəm? Biraz artıq olsa daha yaxşı olar qızım. Bir dənə adama bəs eləyir, mən 2 dənə yetim saxlayıram. Məlumat üçün bildirək ki, hazırda Gürcüstanda 70 yaşınadək şəxslərin pensiyası 350 lari, dağlıq ərazilərdə isə 420 lari təşkil edir. 70 yaş və yuxarı şəxslərin pensiyası 450 lari,
Həmin kateqoriyadan olan dağlıq ərazilərdə yaşayan pensiyaçılar isə təxminən 540 lar alır.